Bugün ise Şuşanın yeni tarihi başlayır. 8 noyabr 20-ci ildəki xalqa müraciətimdə mən demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bugün dirçəldilən Şuşanı biz görürük. Təkcə bax, bu gözəl binalar deyil, Şuşada çox geniş miqyaslı quruculuq işləri gedir. Bugün Ulu Öndərin doğum günündə 3-cü yaşayış kompleksinin təməli qoyuldu. Keçən ilin mayın 10-unda 2-ci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu 1-ci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bugün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda, Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra Şuşalılar burada rahat yaşayacaqlar. Yaradacaqlar, quracaqlar öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar.